Deməli, biz bugün sizlə impuls haqqında danışırıq. İmpuls nədir? Impuls böyük P hərfi ilə işarə olunur. Cismin kütləsinin onun sürətinə hasilinə bərabər olan fiziki cəmiyyətdir. İmpulsun bir istiqaməti olduğuna görə biz ona vektorial cəmiyyət deyirik. Bəs impuls nə ilə ölçülür deyəndə biz demişik ki, düstura uyğun olaraq onun nə ilə ölçüldüyünü müəyyən edə bilərik. Bildiyimiz kimi M nədir? Kütlə. Kütləni ölçür tərəzi. V isə nədir? Sürət. Sürəti ölçür spidrometr. Deməli, biz deyirik ki, tərəzi və spidrometr birlikdə impulsu ölçə bilir. Burada M kütlədir, V sürətdir. İmpuls hər zaman sürətlə eyni istiqamətdə olur. Biz, məsəl üçün, çeviri üzrə hərəkətdə demişdik ki, xətti sürət çevrəyə toxunan istiqamətdə olur. İndi artıq bu dərsdən sonra deyəcək ki, impuls da çevrəyə toxunan istiqamətdə olur. Məsəl üçün, mənim bu qeyd elədiyim saat əqrəbi istiqamətindədir. Saat əqrəbinin əksi istiqamətdə olsaydı, onda bu istiqamətdə biz impulslarımızı qeyd eləyərdik. Məsəl üçün, hər hansı bir cisimdə müəyyən V sürətinə hərəkət edirsə, deməli, impulsu da bu istiqamətdədir. Tutaq ki, üçgər bucaq altında atılmış hərəkətdir. Buradan bir cisimdə bu istiqamətdə atılır. Sürəti V bu istiqamətdədirsə, biz deyirik ki, P də bu istiqamətdədir. V belədirsə, P də belədir. Bir sözlə, biz V ilə P-ni bir-birindən ayırmırıq. Bundan əvvəlki dərslərdə, məsəl üçün, demişdik ki, çeviri üzrə hərəkətdə təcinin istiqaməti çevrənin mərkəzinə doğrudur. Həmçinin qüvvə haqqında da eyni şey deyildi. İndi isə sürətlə impuls haqqında da bu dediklərimizi qeyd edirik. Məsəl üçün, impuls və sürət eyni cür dəyişirsə, deyiriksə, onda bunun qrafikləri eyni olur. Məsələn, biz VT qrafiklərini qeyd eləyəndə deyirik ki, VT qrafikləri deməli bərabər sürətli hərəkətdə V sabit idi. İndi P də sabit olacaq. Məsələn, V qrafiklə burada bir dənə P qeyd edeyim. PT. Məsəl üçün, bura qeyd edeyim bir V0. Gəlin birinci grafikin adını qeyd edək. 1, 2, 3, 4, 5, 6. Birinci grafikə biz deyirdik ki, X oxu istiqamətində bərabər yeyinləşən. İkinci qrafikimiz X oxu istiqamətində bərabər sürətli. Üçüncü qrafikimiz X oxu istiqamətində bərabər yavaşlayan. Dördüncü qrafikimizə deyirdik ki, T-dən aşağıdırsa biz X oxunun əksi istiqamətində deyirdik. Onda olur X oxunun əksi istiqamətində bərabər yavaşlayan. Beşinci, X oxunun əksi istiqamətində bərabər sürətli. Altıncı isə X oxu əksi bərabər yeyinləşən. Yəni, VT qrafiklərini nə formada deyirdiksə, deməli, PT qrafiklərini də eyni cür qeyd edirik. Düzxətli bərabər sürətli hərəkətdə gördüyünüz kimi V hər zaman sabit edir. İndi biz düzxətli bərabər sürətli hərəkət adı eşitdiksə, deyəcək ki, P də bərabərdir konstanta. Bərabər yeyinləşən hərəkətin, biz ümumiyyətlə bərabər təcili hərəkətin iki növünü öyrənmişdik. Bərabər yeyinləşən, bir də bərabər yavaşlayan. Bərabər yeyinləşəndə deyirdik ki, zaman keçdikcə cisim öz sürətini artırır. İndi deyəcək ki, zaman keçdikcə cisim öz deməli, impulsunu artırır, yəni P artır. Bərabər yavaşlayan hərəkətdə sürət azalırdı. Düzdürmü? Sürət azalırdı. Onda nə edəcək? İmpuls da azalacaq. Bu formada. Sonra biz çeviri üzrə hərəkətdə deməli düsturları öyrənmişdik. Məsəl üçün, gəlin P bərabərdir nədir? MV-dir. V-nin bütün düsturlarını M-ə vurmaqla biz impulsu almış oluruz. Məsəl üçün, M vurulsun, V-nin yerinə yaza bilərik. Omega R yaza bilərik. Sonra V-nin bir düsturu var idi, 2P R-in. Onda 2P R-in, həmin o düsturu M-ə vururam, alıram impulsun üstündən. Sonra V-nin düsturu var idi, 2P R bölünsün T, vururam M-ə, alıram impulsun düsturunu. Sonra biz danışaq
nisbi impulsla. Nisbi impuls da eyni nisbi sürət kimidir. Demək olar ki, biz bunların hər birindən danışmışıq, amma yenə də qeyd edək. Birinci, cisimlər eyni istiqamətli olarsa, məsələn, avtomobil qeyd edək. Birinci avtomobil V1, V2, ikinci avtomobil. Biz deyirik ki, məsəl üçün, birinci cismin ikinci cismə nəzərən sürətini öyrənmişdik, nisbi sürətini. İndi impulsdan danışarkən deyirik ki, P1, 2, yəni birinci cismin ikinci cismə nəzərən nisbi impulsu. P2, 1 deyəndə isə ikinci cismin birinci cismə nəzərən nisbi impulsu. Biz deməli nə deyirdik? Deyirdik ki, nəzərən deyilən çıxılır. İndi gəlin biz P-nin düsturu nə idi? Bura qeyd edək. M1. Onda P1, 2 yazırıqsa, onda yazırıq M1. Artıq burada V-nin yerinə V1, 2 yazırıq. Düzdürmü? M1 qalır. Deməli, mötərizənin əvvəlində V1, 2, deməli, onda nə edəcəm? Gördüyünüz kimi, birincinin ikinciyə nəzərəndə, onda V1 çıxılsın, V2 yazacaq. Sonra, ikinci cismin birinci cismə nəzərən impulsu, artıq burada M2, görürsünüz ki, birinci 2 gəlir, onda M2 yazıram. M2 və V2 1 yazıram. Yenə M2 mötərizə xaricinə, V2 çıxılsın, V1. Bu oldu nə? Cisimlər eyni istiqamətdə olarlarsa. Sonra ikincini qeyd edək. Cisimlər əks istiqamətdə olarsa, tutaq ki, biri V sürətinə bu istiqamətdə gedir. Digəri isə V2 sürətinə bu istiqamətdə. Cisimlər əks istiqamətdə hərəkət eləməsi onların qarşı-qarşıya hərəkət eləməsi deməkdir. Yəni, həm əks istiqamətdə, bu gördüyünüz qarşı-qarşıyadır. Əks istiqamətdə deyərəmsə, tutaq ki, biri bu istiqamətdə gedirsə, digəri də bu istiqamətdə gedir. Bunlar ikisi də yəni, eyni qanun uyğunluğa tabidir, yəni əks istiqamətdə getməyə. Yəni, qarşı-qarşıya getmək, əks istiqamətdə getmək, ikisi də eyni deməli, qanun uyğunluğa tabidir. Burada mən deməli, sürətlər kimi yadımıza salsaq, biz əks istiqamətdə sürətləri və nisbi sürətləri tapanda nə edirdik? Deyirdik ki, çıxırdıq. Nəyə görə çıxırdıq? Məsəl üçün, deməli, biz birincidən ikincini çıxanda belə çıxırdıq. V1 çıxılsın, mənfi V2. Axı, bunlar əks istiqamətdədir. Sonda nə edirdik? Mötərizənin qabağında mənfi var deyə V1 plus V2 yazırdıq. Və yaxud da ki, V2, 1. V2 çıxılsın, mənfi V1. Deməli, nə edirdik? Toplanırdı V2 plus V1. Deməli, hər bir halda toplayırdıq. Onda biz impulslardan danışırıqsa, bu formada yazırıq. Deməli, P1, 2 bərabərdir. Deməli, M1, V1, 2. O da bərabərdir. M1 vurulsun, V1 plus V2. Niyə toplama olduğunu sizə dedim. Sonra P2, 1 bərabərdir. M2 çıxılsın, M2 vurulsun, V2, 1. O da bərabərdir M2 mötərizə xaricində. V2 plus V1. Bunu elə V1 plus V2 yaza bilərək, heç bir fərqi yoxdur. Bu formada, yəni qarşı-qarşıya, əks istiqamətdə gördünüzsə, nisbi impuls deyəndə nə edirsiniz? Toplayırsınız. Sonra cisimlər müəyyən bir bucaq altında yerləşərlərsə, perpendikulyar olarlarsa, məsələn, 90 dərəcə deyək. Bura P1 olsun, bura P2, 90 dərəcə. Onda biz deyirik ki, P1, 2 bərabərdir. P1 çıxılsın, P2. Deməli, burada birincinin ikinciyə nəzərən ola bilər, ikincinin birinciyə nəzərən ola bilər. Həmişə, deməli, bu azalanda, bu çıxılan, çıxılandan azalana doğru çəkmək lazımdır. Tutaq ki, birincinin ikinciyə nəzərəndirsə, birdən ikini çıxırıq və bizim onda istiqamətimiz 2-dən 1-ə doğrudur. Onda, deməli, istiqamətimizi bu formada qoyuruq. Əgər P2, 1 çəksəm, P2 çıxılsın, P1 olur və istiqamətimiz birincidən ikinciyə doğru
Biraz xətləri pis çəkdim. Deməli, bura yazırıq P2 1, bu birinə P1 2. Bəs 90 dərəcəli bucaq altında olarlarsa, bəs mən bunu necə hesablayıram? Deməli, P1 2 bərabərdir. Deməli, M1 vurulsun V1 2, o da bərabərdir M1 vurulsun Pifaqor teoremi ilə bildiyimiz kimi V1-in kvadratı üstə gəlir V2-nin kvadratı. P2 P1-i taparıqsa M2 vurulsun V2 1, o da bərabərdir M2 vurulsun V1-in kvadratı üstə gəlsin V2-nin kvadratı. Bəs deyərsiniz ki, bunu niyə belə yazdınız? Bunu yəni istiqamətləri tapmaq üçün daha aydın olsun deyə bu formada qeyd edirik. Sonra sistemlər müəyyən bir bucaq altında hərəkət edərlərsə, bu dördüncüdür. P1 2, bunda bildiyiniz kimi P1 P2, deməli biz nə yazırıq buna? M1 V1 2, o da bərabərdir. M1 çıxır qarşıya və deməli kök altında kosinuslar teoremi qeyd edilir. V1-in kvadratı üstə gəl V2-nin kvadratı üstə gəl 2 V1 V2 kosinus alfa. P2 1, deməli M2 V2 1 və M2 qarşıda yenə kosinuslar teoremi. V1-in kvadratı üstə gəl V2-nin kvadratı üstə gəl 2 V1 V2 kosinus alfa şəklində qeyd edilir. Bu oldu nə? Nisbi impuls. İndi gəlin biz sistemin impulsundan danışaq. Nisbi impulsla sistemin impulsunu qarışdırmayın. İndi gəlin qeyd edeyim. Cisimlər eyni istiqamətdə hərəkət edərsə, artıq sistemin impulsundan danışır. Onda yazırıq. P sistem bərabərdir. Eyni istiqamət bu formadadır. Deməli, V1, V2. Sistemin impulsundan danışarkən, deməli, eyni istiqamətdədirsə, onda P1 plus P2. Biz də demişik ki, P bərabərdir nəyə? M1. Onda belə də yaza bilərik. M1 V1 üstə gəl M2 V2. Bu eyni istiqamətdə. İkinci, əksi istiqamətdə olarsa və yaxud da bu əksin qarşısına yazım ki, qarşı-qarşıya. Çünki bu yaxud da dediyim kimi, bunlar eyni qanunalılığa tabedir. Deməli, V1, V2 belə. Onda P sistem bərabərdir modulda P1 çıxılsın P2. Yəni ki, bu demək ki, böyükdən böyüyün impulsunun kiçik impulsunu çıxırır. Və yaxud da biz bunu belə yaza bilərik. M1 V1 çıxılsın M2 V2 şəklində. Sonra cisimlər perpendikulyar olarlarsa, P1, P2, P sistem onda hansı formada olacaq? Baxın, buradan çəkilmiş. Olur, P sistem. Onda P sistemi necə tapırıq? P1-in kvadratı üstə gəl, P2-nin kvadratı. Və yaxud da M1 V1-in kvadratı üstə gəl M2 V2-nin kvadratı. Dördüncü, artıq bilirik nə deyəcək? Deməli, cisimlər müəyyən bucaq altında hərəkət edirlər. Artıq bunun sistemi, baxın, bu formada olur. Elə bil ki, belə, bunlar biraz biz qırıq-qırıq xətlə qeyd eləməliydik əslində. Belə. Bu olur nə? P sistem.
Bu da bərabərdir. Deməli, nə? Kosinuslar terimi P1-in kvadratı üstə gəl P2-nin kvadratı üstə gəl 2P1, P2 kosinus alfa. İndi məsəl üçün, məsələ bizə belə bir məsələ verər. Birinci cisim 2M kütləli, 2V kütləli, ikinci cisim M kütləli və sürəti V. Bunlar müəyyən bir x ox istiqamətində hərəkət edirlər. Bizə nə suallar verə bilər burada? Verə bilər ki, birinci sualı. Deyər ki, birinci cismin ikinci cisimə nəzərən nisbi impulsu, bax, impulsuna, nisbi impulsuna, sistemin impulsun neyinirik? Qarışdırmırıq. 1, 2 yazdıq. Deməli, neyinirdik biz? Düsturumuz nə idi? Birincidirsə, birincini qarşıya yazırıq. Birincinin kütləsi nə idi? 2. Onda yazırıq. 2M vurulsun, V1, 2. Bunu 12 kimi oxuyun, V1, 2-dir bu. Yenə yazıram. 2M, V1, 2 nə idi? Deməli, ikincinin birinciyə nəzəri. Deməli, V1, 2. Bunlar eyni istiqamətdə, eyni istiqamətdə hərəkət edirlərsə, onda mən nə edirdim? 2V-dən V-ni çıxırdım. Bu da bizə verirdi. Bura V-dir, burada 2M-dir. Deməli, birincinin ikinciyə nəzərən idi bu. İndi, ikinci. Deyirəm ki, ikinci cismin birinci cisimə nəzərən nisbi impulsunu tap. Yəni, P2, 1. Onda nə edirdik? Bu 2 isə qarşıya 2 yazılır. 2-nin kütləsi nədir? M-dir. M vurulsun, V2, 1. M vurulsun, V2-ni yerinə yazırdıq. İkincinin birinciyə nəzərəndirsə, onda ikincidən birinciden çıxır. V çıxılsın 2V. Bu da eləyir mənfi V buranı verir. Bu da M. Eləyir mənfi MV. Sonra bizə belə bir sual verə bilər ki, sistemin impulsunu tap. P sistem. P sistem nə idi? Eyni istiqamətdə olanda, bayaq olan dedik ki, eyni istiqamətdə olanda toplanılır. P1 plus P2. Bizə P1, P2-ni verməyib, amma yerinə M1, V1 verib, M2, V2 verib. Gəlin tapaq. M1, V1-imiz 2V, 2V. Olur neçə? 4V. 4MV. M2, V2. V bura, V də bura. Bu da eləyir MV. 4MV-nin üzərinə MV gəliriksə, 5MV. Deməli, cavabımız bu formada olacaq. Özünüz üçün əks istiqamətdə müəyyən kütləli, müəyyən sürətli cisimlərin hərəkətini verin və hesablayın. Bunlar belə. Deməli, impuls haqqında bu qədər. İndi gəlin danışaq. Qüvvə impulsu. Görək qüvvə impulsu ilə impulsun fərqi nədir? Qüvvə impulsu qüvvə ilə onun təsir müddətinin hasilinə bərabər olan fiziki cəmiyyətdir. Biz buna deyirik qüvvə impulsu. Qüvvə impulsu ümumiyyətlə impuls dəyişməsinə bərabərdir. İmpuls dəyişməsinə. Vektorial cəmiyyətdir, yəni onun da artıq bir istiqaməti var və nə ilə ölçülür? Deməli, dedik ki, F vurulsun T bərabərdir delta P-yə. Onda bu F-i nə ölçür? Dinamometr, T-ni nə ölçür? Saniyə ölçən. Deməli, dinamometr və saniyə ölçən ikisi birlikdə ölçürlər nəyi? Qüvvə impulsu. Qüvvə impulsu baxın bu formada delta P ilə işarə olunur. Gəlin görək bu hardan gəlir bu delta P? Bu düstur hardan çıxdı? Deməli, bilirik ki, F bərabərdir M-aya. Düzdür? Deməli, M qalır yerinə. A nə idi? Təcil. Təcil nə idi? Sürət dəyişməsinin zamana olan nisbəti. V çıx V0 bölünsün T. Düzdürmü? Onda biz bunu T-ni bu tərəfə keçirdək ki, vuraq F-ə. F vurulsun T bərabərdir. M-in mötərizə xaricində burada qarşıda yazaq. M vurulsun V minus V0 şəklində. Düzdürmü? Biz buna nə deyirik? MV çıxılsın. MV çıxılsın. MV0. Deməli, gördüyümüz kimi bu deməli P çıxılsın P0 deməkdir də. Düzdürmü? P çıx P0. Onda yazırıq ki, F vurulsun T bərabərdir P çıx P0-a və hər hansı bir cəmiyyətin son qiymətindən başlanğıc qiymətini çıxmaq onun dəyişməsi deməkdir. Yəni, F vurulsun T bərabərdir nəyə?
delta P'yə. Onda biz deyirik ki, delta P bərabərdir F vurulsun T'yə. Deməli, neynədik? Düsturumuzu ispat elədik. P nədir burada? Son impuls. P0 nədir? Başlanğıc impuls. F nədir? Qüvvə. T nədir? Zaman. Onda qüvvə impulsunun vahidi nə olacaq? Qüvvə impulsunun vahidi Newton vurulsun saniyə olacaq. Deməli, delta P bərabərdir 1 Newton vur saniyə. Biz Newtonu da açışdan bilirik kiloqram vur metr böl saniyə kvadratı. Onda saniyələrin bir ixtisar gedərsə qalacaq kiloqram vur metr böl saniyə şəklində. Deməli, bu oldu nə? Qüvvə impulsunun vahidi. Deməli, biz deyirdik ki, deməli, delta P bərabərdir F oldu, düzdürmü? Deməli, gördüyünüz kimi burada delta P nə ilə asılı oldu da, F ilə düz asılı oldu. Onda biz hər hansı bir cisimdən danışarkən, o cismin deməli, sürəti ilə impulsun demişdik ki, eyni istiqamətdə olacaq. Artıq bu delta P-si onun sürəti ilə yox, nə ilə eyni istiqamətdə olacaq? Təcili ilə, təcil bu istiqamətdədir. Onda delta P-də olacaq bu istiqamətdə. Biz çeviri üzrə hərəkətdə deyirdik ki, deməli, impuls nə idi? Çevrəyə toxunan istiqamətdədir. Əgər sadə əqrəb istiqamətlər gedirsə bu formadadır. Onda delta P-nin istiqamətini hara qoyuruq biz? Çevrənin mərkəzindən. Doğru. Bu formada. Deməli, cismə vahid zamanda təsir edən qüvvə impulsu bərabər təcilli hərəkətdə sabit qalır. Niyə sabit qalır? Biz öyrənmişdik ki, bərabər təcilli hərəkətdə A konstant olur. Delta P-də nə olacaq? Konstant olacaq. Deməli, başqa sözlə desək, yəni ki, bərabər yeniləşən, bərabər yavaşayan hərəkətlərdə qüvvə impulsu hər zaman neynir? Sabit qalır. Onda biz dedik ki, delta P bərabərdir F delta T-yə. Buradan F bərabərdir delta P bölünsün T-yə. Yəni, P çıxılsın P0 bölünsün T şəklində biz göstərə bilərik. Tutaq ki, bizə belə bir qrafik verir P-nin T-dən asılılığını. Buradakı qiymətə biz bunun P0 qiymətini deyirik. Buranı məsələ bizə verib 20, P0-ı məsələ bizə verib 5. Zamanı da məsələ bizə verib 5. Onda biz F-i necə tapırıq? P çıx P0, yəni 20 çıx 5 bölünsün 5. 15-i 5-ə böləndə 3 Newton. Məsələlərimizi bu formada həll edirik. Sonra bizə belə bir PT qrafiki verir. Bulanı alfa bucağı ilə qeyd edir. Deyir ki, bu bucaq nəyə bərabərdir? Biz bilirik ki, F bərabərdir delta P bölünsün, deməli, delta T. Buradakı P-ni T-yə bölmək bizə hansı bucağı verirdi? Tangens alfanı. Onda bu qrafikdə tangens alfaya bərabərdir delta P bölünsün delta T. Sonra bizə belə bir qrafik verər. P-nin T-dən asılılığı. Qrafik 3 hissəlidir. 1. Bu içini biraz pis çəkdim. Düşünün ki, bu düzdür. Deyir ki, sizə bu qrafiki keç F-T-yə. Gəlin baxaq. Birinci bərabər yeniləşən hərəkətdir. Bərabər yeniləşən hərəkətdir. İkinci bərabər sürətli, üçüncü də yenə bərabər yeniləşən. Birincinin qrafiki daha dikdir, uzatsam. İndi mən biraz qrafiki pis çəkmişəm. Bunu mən biraz düzəldim. Gördüyünüz kimi birinci qrafik daha dikdir. Onda daha böyük yuxarıdan çəkirəm. Bu oldu qrafikimin birincisi. Bilirik ki, bərabər təcilli hərəkətdə F sabitdir və F-i sabit çəkirəm. İkinci bərabər sürətli. Bərabər sürətli hərəkətdə təcil sıfırdır. Onda
F də 0-dır. Onda ikinci qrafikimi F-i 0-dan çəkirəm. Üçüncü qrafik 1-ə nisbətən daha kiçikdir. Onda 1-dən biraz kiçik çəkirəm. Bu da olur belə 1, 2, 3. Bu formada deməli qrafik keçidlərini yazıram. Sonra başqa bir qrafik göstərək. P-nin T-dən asılılığı. Birinci qrafikim belə, ikinci belə. Deməli, biri burada qeyd edirəm. İkinə burada, üçü burada. Deyirəm ki, bunların qüvvələrini müqayisə edin. Görürsünüz ki, 2 ilə 3 eyni deməli xəttin üzərində yerləşir. Onda onlar bir-birinə bərabərdir. F2 bərabərdir F3-ə. 1 isə nədir? Onlardan kiçikdir. Yəni F1 onlardan böyükdür. Onda F1 daha böyükdür. Bunları da istəsəm mən FT üzərində qeyd eləyərəm, onda belə qeyd eləyəcəm. Birincini daha böyük qeyd eləyəcəm, ikincini isə bir yerdə. 1 olacaq, 2 ilə 3 də 1-in üzərində. Bu formada. Sonra deməli, biz dedik ki, F bərabərdir delta P bölünsün delta T. Nəyi T-yə bölürüksə, onda yuxarıdakı cəmiyyətin törəməsi bizə bu qarşıdakını verir. Yəni, belə çıxır ki, P-dən bir dəfə törəmə alsaq, bizə verəcək qüvvəni. Onda yaxşı, gəlin belə bir nümunə yazaq. P bərabərdir 4D plus 3-ə. Gəlin bunun törəməsini alaq. Burada dedik ki, P bərabərdir. F bərabərdir P-nin törəməsi, o da bərabərdir 4D-nin törəməsi. Yəni 4D plus 3-ün törəməsini tapırıq biz. 4D-nin törəməsi 4, 3-ün törəməsi 0. Onda olacaq 4 Newton. Və yaxud da biraz çətinim verim. P bərabərdir 6T kvadratı üstəgəl 2P üstəgəl 5. Gəlin törəməsini alaq. Biz bilirik ki, törəməsini almaq bizə nəyi verir? F-i verir. 6T-nin törəməsi demişik ki, 6-nı vuruq, 2-ni vuruq bu qarşıya. Yəni 6. 6 vurur 2 eləyib 12. T kvadratının da törəməsi T, 12T. 2T-nin törəməsi üstəgəl 2, 5-in də törəməsi 0, sabitin törəməsi 0-dır, yazılır. Onda nəyə bərabərdir? 12T plus 2-yə bərabərdir. Deməli, onda biz dedik ki, F bərabərdir, belə yazım, P bərabərdir, delta P bərabərdir FT-yə. Onda bizə belə bir FT qrafiki verirsə, FT. Və biz demişik ki, buradakı qrafikdəki yazılan cəmiyyətlərin hasili hər hansı bir cəmiyyətə verilirsə, onda altda qalan bu fiqurun sahəsi həmin o cəmiyyəti verir. Bu nədir? Trapesiyadır. Məsəl üçün, trapesiyadırsa, onda belə yazılır ki, delta P bərabərdir S fiqura, o da bərabərdir nəyə? Trapesiya. Tutaq ki, qiymətini veribsə, həll verirsiniz. Məsələn, ona gəlin bir dənə nümunə yazaq. FT. Belə bir üçbucaq olsun. Buranı verirəm 6, buranı da verirəm 4. Kütləni də verək 2 kiloqram. 2 kiloqram. Deməli, V0-ımız da 0-dır. Cisim sükunətdən hərəkətə başlayır. Və nə soruşaq? Deyək ki, 4-cü saniyənin sonundakı sürətini hesablayın. T bərabərdir 4-cü saniyənin sonundakı sürətini hesablayın. Deməli, biz demişik ki, V-ni istəyir bizdən. V bərabər sual. Biz demişik ki, bu fiqurun sahəsi bizə delta P-ni verir. Gəlin, birinci delta P-ni tapaq. Delta P bərabərdir S fiqur. Bu da bərabərdir üçbucaqdır. Üçbucağın sahəsi 2/1 AB-dir. 6 vur 4 bölü 2. Bu da bizə verir neçə? Deməli, 24, 12. Bəs delta P-miz nə idi? M vurulsun V çıx V0 bərabərdir deməli 12-yə. M-i məsələ 2 verib bizə. Onda V çıx V0 bərabərdir 12 bölü 2 6-ya. V0-ımız 0-dırsa, onda V-miz burada nəyə bərabərdir? Deməli 6-ya. Düzdürmü?
Nəsə səhv eləmədim ki. Nəsə yox. Bu da belə. Deməli, biz nədən danışdıq? Danışdıq impulsdan, nisbi impulsdan danışdıq, sistemin impulsundan danışdıq, qüvvə impulsundan danışdıq. Növbəti dəfə isə enerji haqqında məlumat verərəm sizə.